Azərbaycanın dövlət adamı, ictimai-siyasi xadim, Azərbaycan SSR prokuroru və uzun illər Azərbaycan Respublikasının Ədliyyə Naziri işləmiş, hüquq elmləri doktoru, professor, eks-millət vəkili, Ədalət Partiyasının sədri İlyas Abbasoğlu İsmailov 1938-ci ilin mart ayının 20-sində Tovuz rayonunda anadan olub. 1955-ci ildə Puşkin adına Tovuz şəhər orta məktəbini, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1963-cü ildə Leningrad Dövlət Universitetinin Cinayət Hüquq kafedrası üzrə aspiranturaya daxil olub. 1966-cı ildə hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 1966-cı ildən 1970-ci ilədək Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun kiçik və baş elmi əməkdaşı olub. Sonra 2 il Respublika prokurorunun köməkçisi işləyib. Müxtəlif vəzifələrdə işləmişəm, fəhlə də olmuşam, tələbə də olmuşam, aspirant da olmuşam, elmçi də olmuşam, inzibati işlərdə işləmişəm, həmişə seçilən ilk olmuşam. Və Respublikada hamı məni tanıyır, hara gedirəm də çox yüksək qarşılayırlar. Xalqın münasibətini görəndə əlbəttə mən qələbimə inamım var. Dövlətin siyasətinə əksəs məqsəd olar. İnsanlara arasında ayrı seçkiliyə yol verməyə qoymaram. Qohumbazlığı, yerli-bazlığı aradan qaldırmağa çalışaram. Azərbaycan xalqın millət kimi formalaşması üçün formalaşması əngəl törədən o qohumbazlıq, yerli-bazlıq aradan qalxar. Mən hesab edirəm ki, hamı qanunun təsir altında olsun. Heç kim qanundan yuxarıda olmasın. Vətən xalq naminə yox, hansısı ki bir məmur xatirinə qanun, konstitusiya pozulursa bu dəhşət. 1972-ci ildən 1978-ci ilədək Ulu Öndər Heydər Əliyevin şəxsi təqdimatı əsasında Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin İnzibati Orqanlar Şöbəsinin təlimatçısı vəzifəsinə təyin edilib. 1978-ci ildən 1985-ci ilədək Respublika prokurorunun birinci müavini. Həmin vaxtdan 1990-cı ilə kimi Azərbaycan SSR prokuroru olub. 1990-cı ilin sentyabrından 1992-ci ilin yanvarınadək SSR prokurorluğunda şöbə rəisi vəzifəsində çalışıb. Bizim rayonumuzdan çox hüquqşünaslar çıxıb. Şəmsdən Əsgərov var idi. Çox gözəl hüquqşünas idi. Həm yazıcı idi. Əsərləri çıxardı. Ancaq bizim rayonun 3 nəfər hüquqşünas çıxıb ki, onlar Moskva Leningrad məktəbini qurtarmış. Mükəmməl savad almış adamlardır. Onlar İlyas İsmailovdur, Zakir Zeynalovdur, İlham Rəhimovdur. Onların arasında nəzəri cəhətdən hüquq elmini dərindən bilən İlyas müəllim idi. Praktik cəhətdən Zakir müəllim idi. İlham müəllim hər iki cəhət, həm nəzəri, həm praktik hüquqşünaslıq elmini bilir. İlyas müəllim rayonumuzda fəxr ediləsi bir adam idi. Bu da isə bizim Tovuz rayonunun deyil, Azərbaycanın görkəmli hüquqşünaslarından idi. Özdə onun kimi obyektiv, ədalətli adam az-az tapılardı. O heç vaxt ədalətsiz işə qol çəkməzdi. Onun böyük üstünlüğü oydu ki, Respublika prokurorluğunun vaxtı işinin başından açdığı bir vaxt o Bakı Dövlət Universitetində hüquq fakültəsində gəlib dövlət imtahanına rəhbərlik edirdi, sədr olurdu və oradan gəncləri seçirdi. Və bizim Respublikada gənc, onun vaxtında gənc idi, kadrların yetişməsində çox böyük xidmət oldu. İlyas müəllim ən böyük xidməti mənə görə ondan ibarətdir ki, bir
pambığın pripiskası meselesine göre Özbekistan'da Reşit Şərəfovu hatta o vəziyyətə çatdırmışlar ki, özünü astı, intihar elədi. Çünkü ora Erməni Qıdilyanı göndermişler rehber kimi. O Müslüman ülkelerinde büyük ixtişaşlar salmaq, Müslüman ülkelerinde rehber kadrları məhv etmək qarşısında koymuştu onun Qarbaçov. Ve Azerbaycan hakkında da onun kararı var idi. Ne yaxşı ki o vaxt İlyas Müəllim Respublika prokuroru idi. Qıdilyanın rəhbərliyi komissiya gəldi Azərbaycana. İlyas Müəllim o savadınla, qabiliyyətinlə, nüfuzuyla Moskvada böyük nüfuzu var idi. Getdi Moskvaya, həll elədi ki, biz özümüz bununla məşğul olaraq. Bizim respublikadır, o bizim daxili işimizdir və bununla mən məşğul olacağım. O birçok kadrlarımızı, birçok ziyalılarımızı onunla xilas elədi. O Erməni Qıdilyan gəlib burada işe başlasaydı, o komissiya işe başlasaydı, respublikamızda çok büyük kadrlar məhv olacaktı. Bunun karşısını İlyas İsmailov aldı. Nuru canım ana büyüttün sen beni yana yana odlusan gün kimi bir kaynar hayat kimi borçluyam ben sana bir evlat kimi aziz ana. 8 monografiya və kitabçanın 200-dən artıq elmi və publisistik əsərinin müəllifidir. 1992-ci ildən Azərbaycan Respublikasında demokratik islahatlar uğrunda ictimai hərəkata rəhbərlik edib. Siyasi lider İlyas İsmailov Xalqlar Dostluğu ordeni ilə təltif olunub. İlyas İsmailov professor Zəkiyə xanımla ilə həyatı qurub. Bu evlilikdən onların 2 oğul evladı dünyaya gəlib. Böyük oğulları Etimad İsmailov Leningrad Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Azərbaycan və Türkiyədə çalışıb. 2018-ci ildə Türkiyədə silahlı saldırı nəticəsində həlak olub. Mətin İsmailov Moskva Dövlət Universitetinin hüquq fakültəsini, New York və Kolumbiya universitetlərini bitirib. Hazırda Amerika Birləşmiş Ştatlarının New York şəhərində çalışır. İlyas İsmailovun 2 qız, 2 oğul nəvəsi var. Mənim onunla uzun müddətli dostluğum davam edirdi. Biz sınanmış dostlar idik. Baxmayaraq mən o sahədə çalışmamışam, amma mən yazımda da qeyd eləmişəm ki, İlyas müəllim həmişə vurğulayardı ki, özümdə olan bəzi meyarları səndə görürəm, ona görə də səni mən bağlanmışam. İlyas müəllim həqiqətən böyük bir tarix şəxsiyyəti idi. Nadir keyfiyyətlərə malik olan insan idi. Və mən deyərdim ki, o meyarlara malik olan insanlar indi hal-hazırda azdır. Cəmiyyətimizin bugün elə insanlara böyük ehtiyacı vardır. Öz həyata baxışı ilə, vətəndaşlıq mövqeyi ilə və bugün xalqına bağlılığı ilə, dövlətinə bağlılığı ilə, xalqına olan sonsuz məhəbbəti, sevgisi ilə mən deyərdim ki, həqiqətən örnek olan bir insan idi. Bütün şuurlu həyatını Azərbaycan xalqına, Azərbaycan dövlətinə əsr etmiş insan olubdur İlyas müəllim. Və ona görə də heç bir zaman, illər də keçsə, əsrlər də keçsə, heç bir zaman İlyas müəllim insanların yaddaşından silinməyəcək, xatirələrdən də unudulmayacaq. Uzun müddət prokurorluq orqanlarında Respublika prokuror vəzifəsində çalışan Sovet dönemində bu insan həqiqətən prokurorluq tarixinə öz adını əbədi həkk edibdir. Belə ki,
və bugün soruğu da keçirilsə, ictimai rəy birmənalı olaraq bildirəcək ki, Respublika prokurorluğunun tarixində ən ədalətli prokuror İlyas İsmayıloğlu oldu. Sonraki mərhələdə çalışdığı bütün vəzifələrdə, Ədliyyə Naziri işlədiyi dövrdə də, o cümlədən Milli Məclisin deputat olduğu dövrdə də həmişə çalışıb ki, öz üzərinə düşən vəzifəsini lazımi səviyyədə yerinə yetirsin. Xalq mənafi, dövlət mənafi həmişə onun üçün öz şəxsi mənafiyindən üstün olubdur. Müstəqilliyimiz dövründə də mən deyərdim ki, müstəqilliyimizin əldə olunmasında, demokratik proseslərin həyata keçirilməsində, eyni zamanda konkret olaraq onun məhz rəhbərlik etdiyi partiya, yəni Ədalət Partiyası demək olar ki, bu proseslərin önündə gedibdir. Və xüsusilə mən vurğulamaq istəyirəm ki, vətəndaş cəmiyyətin formalaşmasında, hüquqi dövlət quruculuğu prosesində İlyas müəllimin rəhbərlik etdiyi bu partiya və bütövlükdə o özü həmişə bu istiqamətdə fəaliyyətini həyata keçiribdir və digər partiyalara da nümunə örnək olubdur. İlyas müəllim Azərbaycan siyasi həyatına özü ilə bərabər siyasi mədəniyyət gətirdi. Baxmayaraq ki, həm həyat yoluna, siyasi təcrübəsinə, dövlətçilik idarəsində qazandığı uzun müddətli əməyinə görə bir çoxlarından üstün idi və demək olar ki, İlyas müəllimin dövlətçilik təcrübəsi Azərbaycanda digərləri ilə müqayisə olunmaz idi. Buna baxmayaraq, siyasi səhnədə hər zaman özünü təvəzzükar bir siyasi fiqur kimi apardı. Rəqiblərini heç zaman tənqid etmədi və onları aşağılamaq niyyətindən həmişə çəkindi. Özgə fikirliyə hörmət və dözüm göstərdi. İlyas müəllim Azərbaycan siyasi həyatında özündən sonra bir sıra çox mühüm və öyrəniləsi sahələr qoyub gedib və hesab edirəm ki, gələcəkdə elmi araşdırmalarda mütləq bunlar nəzərə alınacaq və elmi araşdırmaya cəlb olunacaq. Bunlardan biri İlyas müəllimin hüquqi fəaliyyətidir. O, Azərbaycan Respublikasının prokuroru, ümumiyyətlə prokuror necə olmalıdır deyə bir obraz yarada bildi və bugün də Azərbaycan cəmiyyətində bütün prokurorlar İlyas müəllimi yaratdığı bu obrazla müqayisə olunur. İlyas müəllim həyatda bir ədalət məsələsini gətirdi və ədalətli insan necə olmalıdır obrazını yaratdı. Və insanlar onu tanıyanlar da, tanımayanlar da, şəxsi ünsiyyəti olanlar da və heç zaman görüşməyən adamlar belə bir məsələyə münasibət bildirəndə, digərləri ilə davranışlarında mütləq bunu İlyas müəllim necə edə bilərdi deyə düşünərək edirlər. Yəni, ədalətli insan necə olmalıdır? İlyas müəllim bu aspektdə hesab edir ki, çox mühüm addımlar atdı. İlyas müəllimin digər böyük xidməti ondan ibarət oldu ki, o tələbələrə hüquqi aspektdə, bir şəxsiyyət kimi yetişməsində, bir kadr kimi yetişməsində olduqca təsirli köməklik göstərdi və nümunə yaratdı. İlyas müəllim bildiyimiz kimi Bakı Dövlət Universitetində, eyni zamanda Bakı Avrasiya Universitetində çox illik tədris təcrübəsinə malikdir. Və bir çox insanlar universiteti qutaranda biz bilirik, həm də müəllimlərinə oxşamaq istəyirlər. Və biz bugün belə çox sayılı insanlarla tanışıq. Və İlyas müəllim həm də ölkəmizdə bir siyasi partiya yaratdı və bu partiya ardıcıllarını qoyub gedib. Və həmin şəxslər İlyas müəllimin siyasi irsini davam etdirməkdədirlər. Burada bizim üçün bir çox məqamlar var. İlyas müəllim fəaliyyətini tənzimləyərkən həmişə dahi insanların, filosofların fikirlərinə istinad edirdi. Bu da onunla bağlı idi ki, o tək özünün doğru qərar verdiyini göstərmək istəmirdi. Həm də daha ağıllı və tarixin sınaqlarından keçərək fikirləri bu günümüzə qədər gəlib çatmış insanların da bu məsələyə dəstək verdiyini əhəmiyyətli şəkildə ortaya qoya bilirdi. Onun insanları inandırmaq qabiliyyəti çox yüksək idi. Və İlyas müəllimlə ünsiyyətdə olan, onunla söhbətdə olan adamlardan hər biri ona inanırdı və onun səmimiliyinə, dünya görüşünün genişliyinə inanırdı. İlyas müəllim siyasi proseslərdə çox dəqiq proqnozlar verməyə bacarırdı və onun mən 2000-ci ildə Ədalət Partiyasında onunla birgə qurmuşduq və bu müddətdə onun bütün siyasi proqnozlarının
özünü doğrultduğunun şahidi olmuşam. Bir xalq adamıydı və bir Azərbaycançı idi. İlyas müəllim Azərbaycanın hər bir bölgəsindən çox istəyirdilər və özününki hesab edirdilər. Çünki hər kəsə eyni diqqət və qayğını göstərirdi. İlyas müəllimin yaxın qohumları yox idi. Sadəcə olaraq İlyas müəllim üçün Azərbaycan Respublikasının vətəndaşı vardı. Və vətəndaşlara münasibətdə də şəxsi münasibəti deyil, daha çox hüquq və ədalət münasibətini üstün tuturdu. Ona görə bugün Azərbaycanın ən fərqli bölgələri belə İlyas müəllimə çox hörmətlə yanaşırlar və onu daha çox sevirlər, ədalətinə inanırlar. İlyas müəllimə baxanda həyatda insan bir pozitiv enerji alırdı, bir yaşamaq istəyi, eşqi yaranırdı. Çünki İlyas müəllim həyatda yalnız yaxşılara istinadən yaşamağı bacarırdı və eyni zamanda insanların səhvlərini bağışlamağı bacarırdı və onları düzgün yola yönəltmək cəhətlərini mən həmişə görmüşəm. Ancaq bir şey bağışlamırdı, bu da xəyanəti. İlyas müəllim xəyanəti heç vaxt bağışlamırdı. Və ona görə də həyatda bugün də bağışlamadığı və özündən uzaqlaşdırdığı bir çox insanlar var. Və həyat da göstərdi ki, o insanlar bir dəfə xəyanət edərkən davamlı olaraq həyatları boyunca bu yolu tuturlar. Və İlyas müəllim bunlarla birgə addımlanırdı və digər cəmiyyətimizin bütün təbəqələri sosial mənşəyindən, hüquqi statusundan asılı olmayaraq İlyas İsmailova etibar edirdilər. O gerçək bir lider idi. Qədrini el bilir, ətrini gül bilir. Saçının ağına, qarasına qurbanım. Könlünün o həzin laylasına qurbanım. Əziz anam. Ben İlyas müəllimi 1989-cu ildə tanıyırım. Yəni o illər ərzində mənim gördüyüm odur ki, Azərbaycan ən azı hüquq mühafizə sistemində İlyas İsmailovla müqayisə ediləcək heç kim yoxdur. Nə savad baxımından, nə dünya görüş baxımından, mütaliə baxımından və ən əsası gözü toxluq baxımından. Çox prokurorlar, Ali Məhkəmə sədri, ədliyyə nazirləri görmüşəm bu müddət ərzində. Amma onların hamısının tamında bir İlyas İsmailovda olan şəxsi, o insani müsbət keyfiyyətlər olmur. Mən qısaca iki epizod bağlı deyəcəm. Bir, İlyas müəllimin necə dövlət adamı ilə bağlı olduğunu. İndi yaşlı nəsil yaxşı bilər ki, mən dəqiq bilirəm ki, 1987-ci ildə mən hələ Rusiyada məhkəmə sədri işləyəndə Komsomolska Pravdada belə bir yazı çıxdı. Qıdılyan qrupu Özbəkistanda işini yekunlaşdırır. Qıdılyan qrupu Özbəkistanda işini yekunlaşdırır. Mən buraya gələndən sonra o pambıq işlərindən zadla bağlı söhbət edəndə İlyas müəllim mənə çox maraqlı söhbət danışdı. Mənə dedi ki, İlyas müəllim SSR Baş Prokuroru Rekunkovla çox yaxın münasibətdə olur. Mənə dedi ki, bir günlərim mənə Rekunkov zəng elədi ki, İlyas Abbasovич hazırlaş, Qıdılyan qrupu Özbəkistanda işini yekunlaşdırıb Azərbaycana gələcəkdir. Mən də Qıdılyan qrupunun Özbəkistanda nələr, hansı vəhşilikləri elədiyini bilirdim. Qıdılyan qrupu deyil, Özbəkistanın bütün varını, dövlətini, sərvətini, hamısını Moskvaya daşıdı. Eyni şeyin də bizdə davam etməməsi üçün dərhal göstəriş verdim ki, Azərbaycanda nə qədər pambıqla bağlı işlər var, hamısını götürüb, onda pambıqla bağlı işləri səhlənkarlıq adından hamısını kapatmışdılar. Onların hamısından cinayət işi qaldırıb. Və bir müddət sonra mən Rekunkova zəng elədim ki, bütün işlərin hamısının istintaqı bizdə gedir. Əgər o Qıdılyan qrupu buraya gələcəksə, onda mənim istifamı qəbul edin. Bunu özümə qarşı bir inamsızlıq kimi qəbul edərəm. Və biz deyək, Qıdılyan qrupu, mən deyək, ancaq o yolla Qıdılyan qrupunun Azərbaycana gəlməsinin qarşısını alır. Yəni, bunun özü İlyas müəllimin sırf dövlətçilik baxımından nə qədər nəhəng olduğunu göstərir.
Mahatma Gandhi'nin bir sözü var. Deyir ki, sevgi heç vaxt istəməz, daim verər. İlyas müəllim də çox təmənnasız adam oldu. O daim öz sevgisi, öz münasibətini insanlara bəxş edir, insanlara kömək edir. Amma heç vaxt heç kimdən heç bir təmənnası olmuyor. Həddindən artıq yüksək əxlaq sahibi, ədəb sahibi, ciddiliyi ilə bərabər, həm də el arasında belə bir söz var, kişi üçün deyilir. Deyir, qızdan gəlindən həyalı kişi. Belə bir kişi olur İlyas müəllim. Özünə tarixi şəxsiyyət deyilməyini xoşlamırdı. Özü deyirdi ki, biz tarixin hissələriyik. Zaman dəyişir, insanlar dəyişir. Marksin təbiricən desək, o deyir ki, şuur məişət şəraiti ilə müəyyən olunur. Məişət şəraiti özü dəyişir, insanların məfkurəsi dəyişir. Amma İlyas müəllim heç dəyişmədi. Zaman aldığı sel bütün bəndləri yuda apardı. Amma İlyas İsmailov şəxsiyyətin səddini keçə bilmədi. Bax, İlyas müəllimin ən ümdə böyüklüyü bundan ibarətdir. Masallıda 80-ci il idi, prokuroru əvəz eləyirdi. Mən də prokurorun kabinetində oturdum, bir telefon zəngi gəldi. Salam, kimlə danışıram? Belə bir zabitəli səs. Mən də düzü dedim ki, kimdir danışan? Dedi, prokurorluqdur, dedim, bəli. Siz kimsiz? Dedim, siz özünüzü təqdim ediyorum. Beləcə bir yarım dəqiqə, axırda hirslə dedi, danışan Respublika prokurorunun mavini İsmailovdur. Sən kimsən? Mən də dedim ki, Masallı rayon prokuroru böyük köməkçisi Əladlar Rubadım. Dedi, Məmmədov, belə iki cəmanla danışırsınız ki, 40-50 nəfər tökülüb Masallıda sekanın qabağına. O zəng elədiyi mövzunu dedi, sağ olsuz dəstəyi aslı yerlə. Respublika prokurorlarından bir ay sonra mənim əmrlə Cəlilabad rayonuna prokuror göndərdi, mənlə Sərdar Əliyevi. Və taliyə belə gətirdi ki, ikinci dəfə təkrar müddətə də mənə o yeganə adam oldum ki, onun təyinatında ikinci təyinat əmr verəm. Belə o gedəndən sonra, bir neçə ay sonrasına Moskvada getmişdim, məzuniyyət götürmüşdüm. Yaxın dostum var, Yaşar Hüseynov. Onun görüşünə getdik. Sonra bir-iki gündən sonra bağ evində bir məclis quruldu. İlyas müəllimdə bir Əsən Tavussan olan, indi adı yadımdan çıxıb, yaxın dostu var idi. Və oturdu da məclisdir. Sağlıq demək növbəsi mənə çatanda dedim ki, bugün ilk dəfədir İlyas müəllimlə bir süfrə arxasında oturmalı olan deyəndə əmin dostu dedi, İlyas, sən 2 gündə bu oğlandan danışsan, bu deyir ki, mən birinci dəfə İlyasla bir stolda otururam, əlimdə mənə yaxşı prokurorlarından olur. Mən də Respublika prokuroru olmuşam, İlyas müəllim belə adamdır. Bu, həmin İlyas İsmailovdur ki, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Ermənistan Ali Sovetinin qərarının SSR Ali Soveti tərəfindən ləğv edilməsi üçün qanunvericilik üzərində ali nəzarət orqanı olan SSR Baş Prokurorluğuna rəsmi təqdimat verdi. SSR Prokurorluğu kollegiyasının geniş iclasında SSR Baş Prokurorunun bu sahədə fəaliyyətsizliyini kəskin şəkildə tənqid etdi. Problem öz problemimizdir, özümüz həll eləməliyik. Biz bütün qüvvələrimizi səfərbər eləyib Dağlıq Qarabağ azad eləməliyik. İlk öncə onu istəməliyik. Çünki hər bir şey almaq istəyirsən və istəyirsən. İstəməliyik və bu istəyimizi həyata keçirmək üçün bütün qüvvələrimizi səfərbər eləməliyik. Mən xatırlatmaq istəyirəm ki, o Başıbəla Dağlıq Qarabağ Respublikasının bir xarici İşlər naziri var idi, Melkumyan familiyasında. O deyirdi ki, Azərbaycan torpağını azad eləmək istəmir. Biz istəməliyik, istəyimizi ermənilərə və onların havadarlarını bildirməliyik. Bütün də gücümüzü toplayıb özümüz öz torpağımızı azad eləməliyik. Çox hörmətli İlyas Abbasoğlu İsmailov, bildiyimiz kimi Respublikamızın sayılıb seçilən dövlət xadimlərindən biri idi. Mən İlyas müəllimin 1990-cı ildən
yaxından tanıyıram. Ona qədər də tanıydım bir el oğlu kimi. Amma 1990-cı ildə Tovuz rayonundan Azərbaycan Ali Sovetinə deputatlığa namizəd olan vaxtı məhz mən o kişinin kampaniyasında iştirak eləmişəm. Ondan sonra Ədalət Partiyasının yaradılan günündən elə mən İlyas müəllimdən demək olar ki, bircə o partiyada olmuşam. 2000-ci ildə bərpa qurultayımız çağırıldı. O zamanki DJC adına, Şəhriyar adına sarayda. Elə o vaxtda mən İlyas müəllimin müşaviri kimi, ondan sonra onun bir köməkçisi kimi iştirak eləmişəm. İlyas müəllimlə mənim ailəm yaxın olubdur. Çox yaxın olubdur. Rəhmətli qaynımla bir məktəbdə oxuyublar Tovuz rayonunda. 70-ci illərdə Azərbaycan Komünist Partiyasının aparatında birgə işləyiblər. İlyas müəllim savadına görə, onun necə deyim, intellektual bir səviyyəsinə görə ulu öndərimiz 1974-cü ildə məhz onu Azərbaycan Komünist Partiyasının inzibati şöbəsinə, təlimatçı vəzifəsinə qəbul edibdir. Özünüz bilin ki, Heydar Əliyev hər adamı o zaman Mərkəzi Komitəyə işə qəbul etməzdi. Yəni İlyas İsmailov o vəzifəyə necə deyim, layiqli bir namizəd kimi olub 1978-ci ilə kimi Azərbaycan Komünist Partiyasının aparatında çalışıb. Ondan sonra təyinatını veriblər Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini. Elə o zamandan da mən rəhmətli Qara Polkovniklə həmişə İlyas müəllimlə biz görüşürdük. Evində dəfələrdən olmuşuq. Ondan sonra necə deyim sizə, bir ailəli kimi olmuşdu mənim qohumlarımla. Həmişə mən ona böyük hörmət eləmişəm, onu bizim ağsaqqal saymışam və partiyasında fəal iştirak eləmişəm. Hal-hazırda Nəzarət Təftiş Komissiyasının sədriyəm. Hal-hazırda partiyamızda müəyyən fikir ayrılıqları var. Mən də nizamnaməyə uyğun olaraq öz səlahiyyətlərimdən, yəni Nəzarət Təftişi sədri kimi qiymət verirəm. Bu partiyanın gələcəkdə inkişaf etməsinə əlimdən gələn köməkliyi etməyə hazıram. İlyas müəllim Tovuzda doğulub, ancaq orta məktəbi bitirdikdən sonra Bakıda tələbə olub, oradan aspiranturada oxub Leningradda. Həyatı Bakı ilə olub. Ancaq tez-tez Tovuza gələrdi, dostlarla gələrdi, hüquq fakültəsinin professorlarla gəlirdi, Kürqırağına balıq tutmağa gedərdilər. Bütün qonşuların hamısına çox gözəl münasibəti var idi. Bir dəfə xatirimdə də bu gəldi xidməti maşınımla. Həyətə bizə döngə girəndə qonşular da oturmuşdular. Öz həyətlərində məftildən tor idi. Hamı durdu, ayda xoş gəlirsən. O qədər onlarla mehriban görüşdü ki, istəməzsən ki, bu adam Respublika prokurorudur, böyük vəzifə sahibidir. Uşaqla uşaq idi, böyüklə, çox alicənab adam. Çox həddindən artıq mədəni alicənab adam. Çox ədalətli adam oldu. Anasını da həddindən artıq çox sevən insan oldu. Mən məsəl üçün, bir də gördüm, zəng edirdi, gündüz deyirdim, mən anamla təzir danışdım, ürəyim istəyirəm. Həm rəhmətli anamla sinif yoldaşıdır, onu da çox istəyirdi. Gəlirdilər, qonaq gedəndən sonra oturardılar anamla. Saatlarla söhbət edirdilər. Qohum canlı idi. Diqqətçili idi. Ən çox xoşuna, bizdə bir futbol klubu vardı, Məsud Tovuz. Bu turnir cədvəlində bu gedirdi Məsud Tızı. İndi Respublika prokurorunun müavini də işləndə, Bakıya gedəndə, Tovuza gələndə həmişə məndən soruşardı ki, Məsud Tızının vəziyyəti nətərdir? Hətta bu xəstəxanada olanda bu daxilən azad insandır, sərbəst insandır. Bu xəstəxana, bu mühidi onu çox sıxırdı. Bir də qayıtdı ki, gündüz gör Turanın oyunu var mı bugün? Dedim, ha var. Dedi, bir dənə çör ona baxımdı.
Deməli, bütün oyuncuların hamısını tanıyır. Hamısını tanıyır. Mən bunu hardan tanıyırsan desəm belə, deyir, mən azarkeşiyim Turanım. Ancaq bir dənə Turanın oyunu buraxmazdı. Son vaxtlarda özü darıxırdı. Bir-iki dəfə elə belə söhbət eləmiş. Dedi, vallahi məndən olsa, deyir, mən məsəl üçün pensiya yaşımdır, mən çıxıb Tovuza gedib orada yaşamaq istəyirəm ömrün bir hissəsini. Yayda da getmişdi, getdi, xeyli qaldı, gəldi. Elə xəstəxanada da şeylədi, dedi, qardaşımla söhbət edirdik, dedi, buradan çıxıb mən aparım Tovuza. Biraz Kürün qırağında gəzdim, biraz həyətimizdə gəzdim. Yəni, Tovuza çox bağlı idi, qohumlarla çox qohumcan idi. Siz onun gözəlliyi, çox sadə insan idi. Onda yekəxanalıq, özünə razılıq heç vaxt olmuyor. Müdrik insan idi, heç kim darda qoymazdı. İmkan çərçivəsində hamıya hörmət edən olub. Hamıya, özü ədalətli insan olub. Bir epizodda deyim, yani bundan çok İlyas müəllimlə bağlı yüzlerle bir epizod söyleyebilirim. Bir gün mənə Respublika Prokurorundan Goranboy rayonunun o vaxt Qasım İsmailov idi, kurator mən idi. Adi bir şikayət ərizəsi gəldi. Orada bir ana yazırdı ki, mənim 80'den artıq yaşım var. Oğlum Goranboy rayonu Borsulu kəndində pambıq təmizləmə zavodunda kassir olur. Bunların hamısına cəza veriblər, həbs ediblər. Baş mühasibə veriblər 5 il, kolxoz sədrinə veriblər 5 il, baş mühasibə veriblər 4 il, mənim oğluma veriblər 6 il. Yəni, adi bir şikayətdir, mənim üçün maraqlı oldu. İşi tələb elədim Ali Məhkəmənin, oxuyanda gördüm ki, həqiqətən belə bir cinayət işi olubdur. Ali Məhkəmə birinci instansiyada baxanda kolxoz sədrini 10 il verib, baş mühasibə 8 il verib, kassiri 6 il verib. Sonra Respublika Prokurorundan bu işlə bağlı prezidiuma protest verilib, birinci 2 nəfərlə bağlı. Kassirin işi ilə bağlı isə heç protest verilmir, cəzanın azaldılması üçün. O vaxtı Ali Məhkəmə birinci instansiyadan sonra prezidiuma gedilirdi. İşə də prezidiumda baxıblar bu işə, baş sədrin cəzasını 5 il indiriblər, baş mühasibədə 4 il indiriblər. Mən dərhal bu işlə bağlı protest hazırladım, getdim o vaxtı şöbə müdürü, məhkəmələrə nəzarət şöbəsi müdürü rəhmətli İldar Dadaşov ki, bax, belə bir şey olubdur, qanunsuzluq. Bu kassir orada heç kimdir də pul daşıyandır, pulu yiyən dağıdan kolxoz sədridir, bir də baş mühasibdir. Bunlara 5 il, 4 il verilir, kassirə 6 il. Bu ədalətsizlikdir. Rəhmətli İldar Dadaşov dedi ki, bu Ali Məhkəmənin plenumuna getmək lazımdır, ora belə məsələlər məqsədə uyğun deyil. Bu viza vermədi mənə. Ona görə ki, plenuma imzalamaq üçün baş prokurora imzalamalıydı, amma şöbə rəisi və baş prokurorun bu sahəyə baxan müavini viza verməliydiler. Mən dedim, randevusuz gedəcəm baş prokuror müavinin yanına. Gəldim baş prokuror müavini Cəfər Quliyevə. Cəfər Quliyevə dedim ki, Mirəvan müəllim, bax belə bir şey var. Bunu baş prokuror götdü imzalamaq istəyəndə dedi, İldar Dadaşov niyə imzalamıyor? Dedim, o razı olmadı. İndi bilmirəm, sağdır, yoxdur. Belə mənə də çox qanladı ki, bu nə subordinasiyanı başa düşməməkdir, nə yekəxanalıqdır, şöbə müdür razı deyilsən, mənim yanıma gəlirsən. Dedim, onda mən gedəcəm baş prokurorluğa. Dedi, hara istəyirsən ged. Gəldim baş prokurorluqda o vaxtı köməkçi var idi, qəbul otağında oturur, səhv etmirəmsə qızın adı Sevdaydı. Bundan icazə istədim ki, keçə bilərəm İlyas müəllimin yanına. Dedi, nə ilə bağlı? Dedim, bir işlə bağlı. Dedi, şöbə müdürlə bir yerdə keçə bilərsin. Burada da mən artıq əsəbim tarıma çəkilmiş, dinləmədim, girdim otağa. Bu qız da mənim dalımca girdi. İlyas müəllim başını nəsə yazırdı, başını qaldırdı, dedim, İsmailov nə olur? Dedim, xahiş edən bir dəqiqə məni dinləyin. Qız çıxdı, dedi, gəl əyləş. Mən buna söylədim hər şey. O vaxtı baş prokurorun sol tərəfində belə böyük telefon şeyi var idi, knopkalarla, düymələrlə. Bastı düyməni İldar Dadaşov bura gəl, sonra Cəfər Quliyev bura gəldi. İkisi də gəldi. Mən dedim, İsmailov məruzə elə. Mən olduğu üçün məruzə elədim.
Döndü dedi, indi siz mənə deyin, buna niyə razılaşmıyorsunuz? Miran mənim sakit durdu, İqbal Dadaşov dedi ki, İlyas müəllim, biz 3 ilə görə mən də cəzanı 3 ilə endirilməyə qoymuşdum. Dedi, İlyas müəllim, biz 3 ilə görə plenuma getməyə məqsədi müvafiq saymadıq. Onda sərt şəkildə dedi ki, İldar, mən arzulamaram ki, sən 3 gün həbsdə olasan. Necə yəni, 3 ilə görə olmaz. Çıxın buradan. Elə bir ki, qovdu mənim yanımda işçi. Mənə dedi, ver imzalayım. Mən gördüm belə, həm nastroyeniyası yaxşıdır, həm də dedim, İlyas müəllim. Bu adamın 62 yaşı var. Kolxoz sədr də bundan cavab edir, kassir də. Bu adamın 62 yaşı var, anasının da 80-dən artıqdır. Ola bilsin ananın 3 ildir, bunun da onda 1 il 2 ay qalmışdı həbsdən azad olmağa. Ola bilsin anası ona qədər yaşamadı. Bəlkə icazə verəsiniz, elə bunu yatdığımla kifayətlənək. Dedim, get təzdən hazırlar gəl. Getdim təzdən hazırladım, gəldim, mənim o plenuma şikayəti, protesti imzaladım. Səhv etməsə 2 həftədən sonra plenuma çıxdıq, mən müdafiə elədim, protest təmin oldu və dərhal adam azad oldu. İndi nə o adam onu bilir, nə mən, o adam nə məni tanıyır, nə heç kimi, nə baş prokuroru. Sıradan bir şikayət ərizəsidir. İlyas müəllim onun reaksiyası oldu. Və belə mən onlarla faktlar deyərəm. Olacaq mənim üçün məsələn, o deyirlər əvəz edilməz şəxslər olmur. Amma var yəqin elə əvəz edilməz şəxslər və onların biri də mənim üçün İlyas müəllim. İlyas müəllimin ən böyük cəhəti ondan ibarətdir ki, yüzlərlə, minlərlə bəlkə cavan gənclər, hüquqda oxuyanlar, onlar hamısı İlyas müəllim kimi olmaq istəyir. Mənim də ola bilsin bu yolu tutmağımda elə İlyas müəllimin də rolu var idi. Ki, mən o İlyas müəllim ki, mən o münasibəti göstərirdi, qayğını göstərirdi və o məni ki, məsələn, bir dənə mənim şöbə rəisi olardı, baş prokuror müavini olardı, ondan sonra da çoxlu mübahisələrim olurdu, onlar razılaşmırdı. Amma İlyas müəllim dinləyərdi və dərhal haqqın, ədalətin yanında. Onunla tanışdığım hələ uşaq vaxtlarından başlayıb. Biz Bozdan 5-6 nəfər yuxarıda Respublika səviyyəsində işləyən şəxsiyyətlər deyimlər var idi. Onlardan da biri və deyərdim ki, ən yaxşılarından biri İlyas müəllim. Sonradan belə gətirdi ki, mən Mərkəzi Komitədə biraz nəsihətçi kimi işləmişəm. Bu vaxt o prokurorluqda yüksək vəzifələrdə idi. Nazirlər Kabinetində işləmişəm. Demək, nəsihətçi kimi o yenə prokurorluq, Ədliyyə Nazirliyi bu sahələrdə işləyir və nəhayət Əbülfəz Elçi bəyin kabinetində biz birgə bərabər Nazirlər Kabinetinin üzvləri kimi, hökumətin üzvləri kimi fəaliyyət göstərmişik. Mən lider kimi xarakterizə eləmək istəyirəm. Yəni, doğrudan da bir gözəl, yüksək səviyyəli, müasir, innovativ bir lider idi. Bu Harvard'ın leadership bir ixtisas hazırlayırlar. Orada okumuştum ki, liderləri xarakterizə edən ən vacib, yaxşı göstəricilər. Onlardan birincini göstərirdilər ki, liderin bəşəri olması, yəni dünyavi olması. Hər hansı proses, hər hansı ideologiya yaxud hər hansı din təsiri altında olan lider üçün elə güclü bir şey əldə eləmək olmaz. Liderlik keyfiyyəti bu sahədə çox yüksəkdir. Hubbard bir yaxşı sözü var, insanları 3 qrupa bölür. Biri karyerist, yeri, ailəsi üzərində düşünən, haqqında düşünən daimi. İkincisi milliyyətçi liderlər, millət haqqında düşünənlər. Üçüncü isə bəşəriyyət haqqında düşünənlər, bəşəri liderlər. Və bunların sıralamada ən yüksək səviyyəni bəşəri insanları götürürlər, dünyavi insanları götürürlər. Bir ailəsi, yerlisi və yaxud bir milləti haqqında yalnız düşünən, təbii ki, bunların hamısı vacibdir, amma əsas birinci
liderin əsas keyfiyyəti budur. Nə zaman ki lider dünyavi və bəşəri bir liderə çevrildi, bütün bəşəriyyət haqqında düşündü, o zaman özünün məmləkəti də, ölkəsi də, milləti də, ailəsi də yüksək səviyyədə yaşayacaq. İlyas müəllim elə bir insan idi, yəni bəşəri bir insan idi. İkinci keyfiyyət göstəricisi dürüstlük və haqpərəstlik. Liderdəki bircə dənə olsun belə yanlışlığa yol verdi, haqsızlığa yol verdi. O lider heç vaxt ciddi hörmət qazana bilməz. İlyas müəllim bütün Respublika tanıyır. Heç kim, mən şəxsən eşitməmişəm, görməmişəm, oxumamışam. Hardasa kiməsə bir haqsızlıq eləsin. Həmişə haqqının dayağında duran adam. Dürüstlük və təmizlik. Bu da liderə vacib elementdir, vacib xüsusiyyətdir. Bu ölkədə bilirsiniz, hələ Sovet vaxtından bəri təmiz qalmaq, təmiz ad qoymaq çox təsadüf olan şeylər. Elə bir nazir, elə bir tutaq ki, yüksək vəzifəli lider görməzsən, çox çətin məsələ, çətin görərsən. Görməzsən ki, İlyas müəllim kimi necə gəldi, elə də o səviyyədə vəzifədən geçsin. Bu ya ki, bütün müsəlman aləmində belədir, təmiz, yəni heç bir şey əmlaksız gəlir və milyoner çıxmayan ya milyarder çıxmayan liderlər çox azdır. İlyas müəllim də yox idi. Çox təmiz, olduqca korrupsiyaya qarşı daimi mübarizə aparan, bütün vicdanı, bütün imkanları daxilində vuruşan bir insan. Bu çox böyük keyfiyyət verir insan. Qərar qəbul etmək bacarığı, innovativliyi və bir empatisi. Əgər lider normal vaxtında ciddi bir qərar qəbul edə bilmirsə, gələcəyi dəyərləndirib, müəyyən edə bilmirsə, necə olacaq, necə proses gedəcəkdir, bundan çətin lider çıxsın. Amma İlyas müəllim uzun müddət həm böyük kitabları, innovativliyi, həm gələcəyi görmə qabiliyyəti çox yüksəkdir. Və o, bu istiqamətdə çox insanların işinə köməklədir, çox insanları ciddi krizislərdən, böhranlardan çıxartdı. Və bu minvalla çox yüksək səviyyələrə gəldi, çatdı. İlyas müəllim gözəl ailə başçısıdır, gözəl ailəsi var. Bunun ətrafı, sistemi hazırladı, kadrlar Respublika üçün. Yəni gələcək nəslə böyük bir iş qoydu getdi. Belə insanları dəyərləndirməli, ruhu şad olsun, Tanrı rəhmətinə qovuştursun onu. İlyas müəllim bildiyimiz kimi Azərbaycan prezidentliyinə namizədliyini 3 dəfə vermişdi. Birinci dəfə 1993-cü ildə Azərbaycan müstəqillik qazandığı dövrdə prezidentliyə öz namizədliyini vermişdi. Deməli, onda da bütün Respublikada onun təbliğatında mən iştirak eləmişəm. Yerlərdə insanların kişiyə olan hörməti, qayğısı. İkinci dəfə 2003-cü ildə prezidentliyə namizədliyini bu İlyas müəllim irəli sürdü və fəal iştirak elədi. Hətta birinci deyərlər ki, demək istəyirəm ki, İlham Əliyevin prezidentlik seçildiyi münasibətilə Heydər Əliyev sarayında, o vaxt Lenin sarayında İlyas İsmailov iştirak elədi və prezidenti təbrik etdi. Üçüncü dəfə yenə prezidentliyə namizəd oldu. Orada namizədlər var idi da, 6-7 nəfər. Ancaq özlərinin pafoslarından başqa bir şey danışmırlar. İlyas müəllim isə sırf dövlətçilikdən, sırf dövlətin idarə edilməsindən danışırdı. Yaxşı yadımdadır. Deməli, 2003-cü ildə Akstafada biz görüş keçirəndə bir nəfər kişi, ağsaqqal kişi İlyas müəllimə sual verdi ki, siz işlədiyiniz dövrdə bildiyimiz kimi çox ədalətli olursunuz, heç bir ədalətsizliyə yol vermirsiniz.
Ola bilərmi ki, kimsə sizə gəlib bir xahiş eləsin ki, İlyas müəllim, mən bu işimi mənim düzəltçiləm və yaxud oğlum bir cinayət edir ki, onun cinayətini azad filan bisməkən. İlyas müəllimin cavabı belə oldu. Dedi ki, mən atamı görməmişəm. Amma atamdan başqa, bir də vətəndən başqa heç kim istəmirəm. Əgər kiminsə bir cinayət işi olsa, atam gəlsə, məndən xahiş eləsə ki, bu cinayət işini düzəlt, mən yenə atamın sözünə baxmaram. Qanunu ali tutar. Allah ona rəhmət eləsin, biz onun davamçılarıyıq, biz onun qoyduğu, getdiyi partiyanı mütləq davam etdirəcəyik, dağılmağa imkan vermərik və partiyamız Azərbaycan Respublikasının atributlarına sadiq olaraq Cənab Ali Baş Komandanın ətrafında biz birləşib ölkəmizin daha da çiçəklənməsi uğrunda mübarizə aparacağıq. Sivil qaydada, seçki qaydasında mübarizə aparacağıq. Partiyamız İlyas müəllimin o vaxtı bizə elədiyi tövsiyə mərkəzçi, kompromis bir partiyadır. Bizim partiya radikal bir mövqedən çıxış eləmir. Bizim partiyamız xalqımıza, dövlətimizə xidmət etməkdən ibarət. Tanrı sevgisiyle doğulan adam, ömrün her anında hakka güvendi. Sözün şah, qamətin düz oldu müdam, xalqın istəyiydi arxan, güvəncin. Qızıl dağın yeri tək söküldükcə sən, örtülü künc bucaq gülüşü oldu. Ali vəzifəyə seçildikcə sən, ali insanlığa yaraşı oldun. Ürəklərdə qurdun öz heykəlini, kestin sınağından ağır anların, bizə uzadanda xain əlini, kəstin qarşısını qıdılayanların, sadiq yolçusuydun Tanrının, dinin, duydun ədaləti öz canında sən, seçilən oğluydun hüquq elminin, köhnə SSR məkanında sən, dağ çəkdin qaraya ağ deyənlərə, bəzən haq nazilər ancaq üzülməz, sənsinə gəldikcə böhtan aşərə, yoluna dərs çıxdı ağır dözülməz. Uca niyyətlərə varıb gəlmişdin, bu uzun yolların düşüb ağına, Fərhad dağları yarıb gəlmişdin, ancaq dözənmədin övlad dağına. Özün kölgə saldın, kölgə görmədin, qanuna şah deyib qul oldun ona, atsanın heç zaman ləkə görmədi, ömrü ləyaqətlə yetirdin sona, nazir, prokuror, partiya başkanı, zirehim, doğruluq, düzlük, ədalət, tarixə çevrildi şöhrətin şanın, rəhmət, böyük insan, sənə min rəhmət. Tovuz Xeyriyyə Cəmiyyəti ilə Tovuz qəzetinin növbəti xüsusi buraxılışı dahi şəxsiyyət İlyas Abbasoğlu İsmailova həsr olunub. Nəfis şəkildə tərtib və nəşr olunmuş xüsusi buraxılışda İlyas İsmailov haqqında Respublikamızın tanınmış ictimai, siyasi və elm xadimlərinin, sənət adamlarının bir-birindən gözəl xatirələri yer alıb. Azərbaycanın hüquq elminə böyük töhfələr vermiş, adamsız adamların hamisi olan bu nadir və alicənab şəxsiyyətin həyatı və bioqrafiyası müasir gənclər üçün əsl nümunədir. Xüsusi buraxılışa İlyas İsmailovun müdrik fikirlərindən nümunələr, eləcə də ailə albomundan və müxtəlif illərdə çəkilmiş şəkilləri daxil edilib. Xüsusi zövqlə hazırlanmış buraxılışın idea müəllifi və naşiri Tovuz Xeyriyyə Cəmiyyətinin sədr müavini Çingiz Abbasov, məsul redaktoru İradə Aytel, redaktoru Musa Ələkbərli, dizayneri Vüsal Ziyadxanoğludur.
Xatırlayıram ki, ilk anlarda rayonun birinə prokuror göndərdim. Mən heç vaxtı elə belə çıxmasın ki, mən bir buntar idim. Yəni üsyankar idim, partiyanın əleyhinə gedirdim. Xeyr, partiyanın əleyhinə getmək olmazdı. Ancaq partiyanın özünün normaları vardı. Onu da gözləmək lazım idi. Məsələn, rayon prokuroru Mərkəzi Komitənin katibliyinin nomenklaturusu idi. Mən katiblə razılaşdım da raykom nomenklaturusu deyildi ki. Odur ki, məndən narazı qalan raykom katibləri zəng edirlər ki, bu nə tər olur ki, siz prokuror göndərirsiniz, bizim xəbərimiz yox. Onda mən dedim, siz partiya içisiniz. Siz bilməlisiniz ki, rayon prokuror Mərkəzi Komitənin katibliyinin nomenklaturası. Oranla razılaşdırmışam. Mən sizə qalxoz sədri göndərmirəm ki, sizin nomenklaturunuz odur. Savxoz direktoru göndərmirəm ki. Özü çox obyektiv adam dedim mən sizə. Mən bir şey də deyim sizə ki, onun qardaşı İdris müəllim bizim rayonda rayon icra komitəsinin sədri idi. Mənim bacım qızı əri ilə Tovuzda işləyirdilər, yaşayırdılar və ev növbəsində idilər. Mənim böyük bacım, mən uşaqlıqdan anamı itirmişəm. Ana vəzi böyük bacım məni məcbur elədi ki, mən İlyas müəllimin yanına gedim Respublika prokuraturasına və xahiş edeyim ki, kömək eləsin ki, mənim o bacım qızını 112-ci yerdən əvvələ keçirsin ev almağa. Mən getdim yanına, mən bilirdim nəyə gedirəm və kimi yana gedirəm. Dedi, Qəzənfər müəllim, sən hara gəlibsən? Dedim, İlyas müəllim, mən bilirəm, mən Respublika prokuraturasına gəlmişəm. Və dedim, mən nədər sənə kömək edeyim? Mən ədalətin, haqqın burada tərəfini saxlamalıyam. Dedim, İlyas müəllim, mən gəlmişəm. Bacıma deyim ki, qaydam, and içəm ki, gəldim sizin yanınıza. Bu mümkün olan şey deyil. Yoxsa məndən əl çəkmirlər. Rayonda elə bilirlər. Mən böyük adamam. Hər şeyi həll edə bilərəm. Bax, bu oldu. İkinci bir hadisə oldu. O artıq nazir idi, ədliyyə naziri idi. O nazir olanda onun yanına getdim. Mənim kürəkənim Əli Bayramdan idi, Şirvandan. Kürəkənim işləyirdi Hacıqabulda. Getdim yanına ki, mənim kürəkənimi Hacıqabuldan Əli Bayramla keçirsinlər. Dedi, Qəzənfər, mənim gözüm üstə. Həmin gün əmr verdilər. İlyas İsmailovu həqiqətən də ürəkdən sevən, onun şəxsiyyət kimi, nüfuzlu bir insan kimi, rayonumuzdan çıxan çox böyük jurnalistlərdən biri kimi həddən artıq çox istəyirəm və istəmişəm və bu gün də deyirəm ki, İlyas müəllim kimi savadlı kadrlar bizim respublikamızda olsa hər şey bərqərar olar. Kızılgüller kınadı, dünya köhne dünyadı, çiçekleri tezedi. Güller bakıp göllere. İlyas müəllimin haqqında çox danışmaq olar. Əlbəttə ki, mənim üçün son dərəcə ağırdır. Bu yaşda mən yaşlı adamım. Dost itirmək, özdə yaxın dost itirmək əlbəttə ki, mənə son dərəcə ağır gəlir. Amma bir şeydə təsəlli tapıram ki, mənim dostum təkcə ailəsinə məxsus olan insan olmayıbdır. Töv Azərbaycan xalqına mənsub olan bir insan olubdur. Və həmişə də Azərbaycan xalqını da, Azərbaycan dövlətini də digər ölkələrdə, digər xalqlar içərisində layiqincə təmsil edirdir. Onda olan yüksək intellekt, yüksək idrak, yüksək düşüncə tərzi, fəlsəfi fikirlər, elmi, analitik düşüncələr həmişə bunu deməyə əsas verir ki, həqiqətən İlyas müəllim olduğu yerlərdə, digər millətlərin içərisində də Azərbaycan xalqı layiqincə təmsil edib, özünün timsalında nümayiş etdirib ki, Azərbaycan xalqı hansı bacarığa, hansı hünərə, hansı qabiliyyətə malik olan insandır. 44 günün müharibədə əlbəttə ki, İlyas müəllimin fəaliyyətini xüsusən vurğulamaq istəyirəm. Aslında deyim ki, biz tez-tez bu məsələləri müzakirə edirdik həmişə, diskussiyalara da iştirak edirdik. İlyas müəllim demək olar ki, bir dərd idi. Bütün xalqımız üçün dərd idi.
torpaqlarımızın işğal altında qalması və o 44 gün müharibədə Ali Baş Komandamızın məsələn o rəhbərliyi altında şəhidlərimizin qanı hesabına, qazilərimizin məsələ sağlamlığı hesabına, xalqımızın birliyi hesabına torpaqlarımızın azad olunması demək olar ki, bu istiqamətə xalqın həmlə olunmasında İlyas müəllim onun rəhbərliyi etdiyi partiyanın böyük rolu olubdur. Açığını deyim ki, həmişə də ulu öndərimizin qoyduğu siyasi mirasa və qoyduğu siyasətə və qoyduğu siyasi mirasa və ölkə rəhbərinin apardığı, cənab Prezident İlham Əliyevin apardığı siyasətə sədaqət nümayiş etdirir. Və digər partiyaları da ona çağırır və 44 gün müharibədə məsələ hamımız şahidi oldu ki, bütün partiyalar həmrəy oldular. Onun uzaq görənliyindən, müdrikliyindən xəbər verir və həqiqətən Azərbaycanda sabit ölkə olması üçün əlindən gələni etməsindən xəbər verir. Mən mərhum İlyas müəllimə Allahdan rəhmət diləyirəm. Qəbri nurla dolsun, ruhu şad olsun. Və bir dost kimi deyirəm ki, rahat yat, əziz dostum. Və əmin ol ki, Azərbaycan xalqı heç bir zaman sizi unutmayacaqdır. Sizin gördüyünüz əməllər, gördüyünüz işlər elə bundan sonra da davam etdiriləcək, həyata keçiriləcək. Sizin ideyalarınız, fikirləriniz müstəqil Azərbaycanımızın həm möhkəmlənməsində, həm inkişafında müstəsna rol oynayacaqdır. İlyas İsmailov 2025-ci ilin fevral ayının 17-sində vəfat edib. Özünün vəsiyyəti ilə Nardaran qəbirstanlığında oğlu Etimadla yanaşı dəfn edilib. Çox qəribədir. İlyas İsmailov itkisi heç bir itkiyə bənzəmir. Doğmanı itirmisən, dostunu itirmisən, o deyil. Tanıdığın adamını itirmisən, o da deyil. Bəs nədir bu? İlyas İsmailovun ölüm xəbəri adamı dəlib keçir. Çox qiymətli, dəyərli varlıq itirmisən kimi hisslər sənə hakim kəsilir. Bir anlıq boşluqda qalırsan. Həyatdır. Hər kəs bir gün gedəcək. Ömrünü yaşamışdır. Bu kimi kəlmələri dilə gətirə bilmirsən. Özündən asılı deyil. Bu xəbəri bir nazir, baş prokuror, diptat ölümü kimi qəbul eləyə bilmirsən. Bu da özündən asılı deyil. İlyas İsmailov itkisi adama uşaqlıq illərini xatırladır. Sanki uşaqlıqdan tanımısan İlyas İsmailovu. Hətta düşünürsən ki, o sənin uşaqlıq dostun olub. Niyə belə düşünürsən axı? Sualın cavabını tapırsan. İlyas İsmailovda uşaq səmimiliyi var idi. İlyas İsmailov itkisi adamın gözündə ulu babalarını canlandırır. Sənə elə gəlir ki, o sənin ulu baban olub. Düşünürsən ki, o sənə hardasa yol göstərən olub. Niyə belə düşünürsən axı? Sualın cavabını yenə tapırsan. İlyas İsmailovda dürüstlük, obyektivlik, gözü toxluq, ağayanalıq xarakteri var idi. İlyas İsmailov itkisi. O, alına satına bilməyən, maddi dəyərlə ölçülə bilməyən varlıq idi. Niyə belə düşünürsən axı? Sualın cavabını bu dəfə də tapırsan. Mənəvi dəyər. Mənəviyyat onun üçün bütün dəyərlərdən üstün idi. Çox qəribədir. İlyas İsmailov itkisi heç bir itkiyə bənzəmir. Doğmanı itirmisən, dostunu itirmisən, o deyil. Tanıdığın adamını itirmisən, o da deyil. Bəs nədir bu? Sualların cavabını tapırsan, sualların cavabını bu dəfə də tapırsan, sualların cavabını bir daha tapırsan,
Bu itki səmimiyyəti, dürüstlüyü, obyektivliyi, gözü toxluğu, ağayanalığı, mənəvi dəyərləri özündə cəmləşdirən bir şəxsiyyət itkisidir. Bu itki şəxsiyyət itkisidir. Sağlığında rəhmət qazanmış adam Əziz İlyas Abbasoğlu İsmailov. Ruhun şad, məkanın cənnət olsun.